markete gidirik. Söndür də. Romantik mahnı qoyuram da, sən efiri. Nə? Qav efiri, смотрите, rебята. İzləyicilərə məndən salamlar. Ses. Market alışverişinə gedirik. Məhəmməd məndən tiramisu istəyib. Nə? Onun üçün veşmiş alacağım. Ondan sonra özüm də hazır. Ruslan bəsdir də. Arxadakı maşın gəlir, ona görə basam. Təzdən bas. Sən niyə mənim karyerama belə pis Karyera. mənfi təsirlər göstərməyə çalışırsan? Niyə paxıllıq edirsən ki, mənim video çəkməyimə? Özün çəkə bilmirsən ona görə. Mənim ay. Demək, biz marketə gedirik, alışverişə. Yox, market alışverişinə gedirik. Məhəmməd məndən tiramisu istəyib. Onun ingredientlərini alacağım. Elə ümumiyyətlə evdə çatışmayan nələr varsa alacağım və bunun sizlərlə bölüşəcəm. Nə qədər pul xərclədim, nələr aldım, nə üçün aldım, bu barədə də sizdən ətraflı danışacağım. Bu ev əşyaları üçün olan mağazanı çox bəyənirəm. Dizaynı, zövqlə seçilmiş satışda olan məhsulları çox gözəldir. Hər birinin xüsusi bəyənirəm ayrı-ayrılıqda. Yəni elə bir məhsul yoxdur ki, bu mağazada bəzi tekstil məhsulları xaric mən bəyənməyim. Biz evin matraslarını, hər 3 matrası, uşaqlarınkini də, özümünkini də, alezləri, matras üzü, su keçirtməz üzləri buradan almışıq və uşaqlara bir dəst buradan pastel almışdım, amma açığı pastel o qədər də razı olmadım. Düzdür, rəngi solmayıb ya da nəsə bir deformasiya olmayıb, amma ki bir də bunlardan birini, bu tumbalardan birini seçmişəm. Təxmin eləməyinizi istəyirəm ki, sizcə hansını seçmişəm öz otağım üçün. 2 dənə buradan tumba alacağım. İndirimdədir tumbaların bəziləri də. Ümumiyyətlə bu mağazanın bütün əşyaları çox gözəldir, çox keyfiyyətlidir və zövqdən seçilmiş modellər var. Hər birini ayrı-ayrılıqda çox bəyənirəm. İcazə verəriydin, çəkəriydin, sonra yeyəriydin də. Biz nə edirik? Biz də əziyyət çəkirik də burada. Bizə zəhmət veririk. Oradadır. Orada bilmirəm, ver. Bir dənə video çəkim, sonra verəcəm də. Ver, mən gəlim al. Sən o kəsdin yerini axı. Yox, ver də, deyirəm. Mənim karyerama çox pis təsir edirsən, nəsən? Ver, Market alışverişimizdə nələr var? Bunları göstərəcəm. Yox, bunu yeyilmiş, almamışıq, Ruslan yeyib. Tomat. Bunu buzluğa qoyuram. Hər dəfə birini istifadə edirəm pizza üçün. Uşaqlar pizza xoşlayırlar. Bunu da salat tez-tez eləyirəm salat. Bunu Məhəmməd xoşlayır, çörək arası yeyirlər. Bunu da niyə 2 dənə aldım? Biri donduracağı idi, içində belə çubuğu var dondurmaq üçün. Amma bir dənə çubuq var. O birisi ağlayacağı idi ki, mən dondururam. Ona görə 2 dənə aldım ki, içindən 2 dənə ondan çıxsın, rahat dondursunlar. İsti çörəyin üstünə çox sevirəm Nutella yaxıb yeməyi. Bunu da əli üçün almışam. Bir də bunları xoşlayırlar, üstünə bal sürtüb yeməyi çox sevirlər. Ya da Məhəmməd vəbşə yağ sürtüb yeməyi xoşlayır. Mascarpone pendiri almışam, söz verdiyim kimi. Aldım. Nurinə əli üçün istədiyi formada hazırlayacağam sadə sushi çubuğu da aldım. Sonra bildiçin yumurtası aldım, protein mənbəyidir. Bir də protein olaraq da tovuq filesi aldım. Bunu biz tez-tez yeyirik, çox yaxşı istifadə edirik. Seska aldım, bir paskasını buzluğa atıram, sonra lazım olanda istifadə edirəm. Bir də keçən səfər bu ağ sirkənin lavanda ətirli olanını almışam, baxmamışam, fikir verməmişəm. Evdə gəlib meyvəni yumuşam, uşaq yəqin meyvədən ətir iyi gəlir. Gedirəm ki, oğlum, ola bilməz də elə bir şey. Bəlkə sən meyvənin iyisini nəsə qarışdırırsan. Gedirəm baxıram ki, üstündə lavanda şəki var. Mən də axı sirkəli suya qoyuram meyvələri. Sonra görürəm ki, şeydir. Sirkəli suda qalıb iyisini götürüb də o akazatda evi təmizləmək üçündür. O. Bunun yumurtasını aldım ki, içində heç bir izad olmaz, uşaqlar bunu yesinlər. Ondan sonra yumurtasını aldım ki, içində heç bir izad olmaz, uşaqlar bunu yesinlər. Nə aldım? Sırvinçli sır, smetan, mascarpone pendiri, krem pendir. Bunu cheesecake eləyəcəm. Mən bunu çox sevirəm bunun dadını. Bunu özümə almışam. Uşaqlara onu almışam, pastişkanı. Bunu da məhəyyəsə yeyər, yeməsə mən yeyərəm. Qreçkanı uşaqlar sevirlər, popcorn aldım, duz aldım. Bunları belə də qaymaq aldım, bu da şenyat hazırlamaq üçün. Bu kofeni çox sevirəm, həmişə bu kofedən alıram özümə. Sonra nə qaymaq var burada? Bu da uşaqlarım çox. Yəni yeyiləcək ərzaq olaraq bunları almışam. Temizlik veşlərindən də, temizlik adelindən də bunları aldım. Bu imuna bu ətirdə, pudra ətri çox gözəldir. Onun otağında istifadə edirəm. İyi öyrəşirsən, sonra hiss eləmirsən. Ancaq məsələn çölə çıxıb gələndə ya kimsə gələndə hiss eləyir. Bu elə deyil. Axıra qədər otağa girəndə otaqdan xüsusi qoxu gəldiyini hiss eləyirsən. Bu çox gözəldir. Bunu da istifadə edirəm ona görə ki, bu
məsamələrə dolub tərin ifrazını əngəlləmir. Bunu çox gözəldir. Əgər hardasa tərləməmək lazımdırsa, orada mən başqa məhsul istifadə edirəm, amma abıçına gündəlik bundan istifadə edirəm. Salfetka, nədir bunun adı? Üstündə şəkli var. Olmazsa olmazımdır. Ətə mən yalın əllə əl vura bilmirəm. Həm də ki, əlimin əl baxımını qorumaq üçün, məsələn, mən məşqə gedirəm, bu damarlar çıxıb, bu heç, amma əl baxımını qorumaq üçün çox önəmlidir. Mən əl baxımına çox fikir verirəm. İnsan var ki, baxırsan üzdən gözəldir, üz dərisini bərpa eləmək olur hardasa, amma əl üçün bu keçərli bir şey deyil. Ona görə qadın baxımlılığına mən elə başa düşürəm ki, üzdən nəyisə gizlətmək olar, amma əllə olmur. Ona görə əl baxımı mənim üçün önəmlidir və hər şeyə əlimi yalın əllə toxunmuram. Ona görə Monopakan əl əcələrindən istifadə edirəm. Akord niyə alıram? Tez-tez mən dəyişirəm. Yumaq əvəzinə dəyişmək mənim üçün daha udobludur və daha belə düşünürəm ki, praktik olur. Bir də həmişə aldığım və razı qaldığım məhsul ayrı idi. Bu dəfə bunu gördüm. Rəngli paltarlar üçün həmən aldım. Bunu prov eləmək istəyirəm. Bilmirəm, istifadə edeyim, razı qalsam qeyd eləyərəm. Bir də videolarda bir izləyici gözü ilə baxanda baxdım ki, ayda taxta nə gündədirsə, bir günə taxta almaq, yəni bu qədər mühümdür. Ona görə getdim, 100 qram günü belə qəşəng taxta aldım. Bu taxtanın da qiyməti 17 manat qəpik idi. İnşallah ki, bu qopmaz. Mən o yarımçıq aval şəklində olan taxtam əslində yumru idi. Onu mən uzun illər istifadə elədim. Heç vaxt sudan falan heç vaxt şişməzdi, təsirlənməzdi. Mən onun üstünə bir neçə dəfə isti çaynik qoydum, onu çatlatdı. Ona görə buna yəqin ki, daha yaxşı baxaram. Bir böyük ölçüsü də daha innisi olsaydı onu da götürərdim, amma tək bir ölçü idi. Bəyəndim. Bunun buradan xətləri yoxdur. Bütövdür, yəni bütöv taxtadır. Ona görə xoşuma gəldi. İnşallah ki, bölünməsi falan olmaz. Belə bəyəndim. Bundan sonra videolarında bunu görəcəksiniz. Bugün bir dənə sənədi tapmışam. Onu oxumaq üçün yemək bişirməyə vaxtım olmadı. Yəni onu oxuyum deyə yemək bişirmədim. Çox mənim üçün maraqlı idi və pizzadan, Papacos'dan pizza zakaz elədim. Günlə boyu da gəlib. Mənim əlim bu boydadır da, 40 santimetrdir. Mən ikisini sıfır zakaz verəndə heç bu boyda gəlməmişdi. Plus da üstündə bir dənə də hədiyyə. Rol veriblər. Nədir bu? Pepperoni rol veriblər hədiyyə. Bunların hamısı cəmi 23 manat ödəmişəm. Bir göstərəcəm sizə. Yəni iki əl boy böyüklüyündə. Yəni bunu biz yeyərik, doyarıq yəni. Öyle ya doyma. Hi guys, today we cook kimbap. I love kimbap simple ingredients. Today it's egg, rice and cheese. First, let's open it. No. The sun is shining bright like a colorful aurora. It paints the world in hues of orange and white and more. I'm gonna start packing my bag. I'm leaving all worries behind. Let's go, I need to get my own summer style back. The breeze is playing soft through the palm trees loft. Seem it whispers secrets of each land. The sound of the waves lapping on the beach is like a pleasant melody. Soothe my heart's troubles. Windows down with the wind in my hair. I feel so free. Oh, it's the smell of summer. My summer trip. Take me away, all worries to a place where my heart can play. Under the stars, by the ocean shore, by the vast grasslands. Oh, it's the smell of summer. I find a hidden cove where the dolphins rove. I watch them dance in the ocean's cove. I build a sandcastle.